Oç bürcü, səbirli olun. Nə etsəniz edin, bugün tez nəticə gözləməyin. Bəzi işlər başqalarının gecikməsi səbəbindən uzana bilər və onları nə qədər tələstirsəniz də, bu çox fərq yaratmayacaq. Yumor hissi də faydalı olacaq. Bununla həmişə çətin vəziyyətləri yumşaltmaq və gərginliyi azaltmaq üçün bir yol tapacaqsınız. Potensial müttəfiqlər və işgüzar tərəfdaşlarla görüşlər mümkündür. Vacib məsələləri müzakirə edərkən diplomatiya və taktikadan istifadə edin. Bu, istədiyiniz nəticələrə nail olmağınıza kömək edəcək. Həmçinin nəzərə almağa dəyər ki, bugün razılaşdığınız bəzi planların sonradan düzəldilməsi lazım gələ bilər. Sevdiklərinizlə yola getmək həmişəkindən biraz daha çətin ola bilər. Onlar həmişə planlarınızı niyə dəyişdirdiyinizi, xəyallarınızı yerinə yetirməyi təxirə salmadığınızı və ya hər şeyə başqalarından fərqli üstünlük verdiyinizi başa düşməyəcəklər. Amma narahat olmayın. Güzəştə getmək qabiliyyətiniz və təbii cazibəniz qarşılıqlı anlaşmaya nail olmağa kömək edəcək. Boğa bürcü, işlərinizi qaydasına sala biləcəksiniz. Bu, həmçinin əvvəllər başladığınız işləri bitirmək, nəticələri qiymətləndirmək və səhvləri düzəltmək üçün yaxşı gündür. Bu bürcün bir çox nümayəndəsi xatirələrini dərindən araşdırmaqdan faydalanacaq. Keçmiş hadisələri təhlil etməyin maraqlı düşüncələrə səbəb olması və irəliyə doğru bir yol göstərməsi mümkündür. Başqaları ilə yola getmək həmişə asan olmayacaq. Onlardan çox şey tələb etməməyə çalışın və ciddi qarşıdurmaların qarşısı alınacaq. Köməyə ehtiyacınız varsa, onu uzun müddətdir sizi tanıyan və sevən insanlardan istəyin. Nə edilməli olduğunu aydın şəkildə izah etsəniz, bu insanlar sizə kömək etməyə hazır olacaqlar. Anılılığınız və onlara uyğunlaşmaq istəyiniz günü sakit və ahəngdar keçirməyinizə kömək edəcək. Həddindən artıq gərginlikdən qaçınmaq vacibdir. Bugün üçün çox planı olan Boğa bürcü, yığılmış yorğunluq səbəbindən artıq ilk yarıda əsəbiləşmə riski daşıyır. Zaman-zaman enerjini bərpa etmək üçün fasilə vermək yaxşıdır. Əkizlər bürcü, məhsuldar düşüncə tərzini mənimsəsəniz və vaxt itirməsəniz, əhəmiyyətli uğurlar qazanacaqsınız. Bugün çox şey nə qədər ardıcıl və intizamlı olmağınızdan, diqqətinizi yayındıran amillərdən necə qaçındığınızdan və darıxdırıcılıq yarandıqda və daha əyləncəli bir şeyə keçmək istədikdə belə, necə diqqətinizi cəmlədiyinizdən asılı olacaq. Nəzərə alın ki, istənilən işi kifayət qədər tez həll etməli olacaqsınız. Çünki birini digəri əvəz edəcək. Yaxınlarınızın üzləşdiyi problemləri həll etməyə diqqət yetirmək üçün günortadan sonra öz işlərinizi kənara qoymalı ola bilərsiniz. Gözlənilməz ailə məsələləri ilə bağlı planlaşdırılmamış səfərlər də ehtimal olunur. Günortadan sonra darıxdığınız insanlarla görüşmək imkanınız olacaq. Qonaq qəbul etmək və gözlənilməz əyləncələr təşkil etmək üçün əlverişli zamandır. Gün ərzində özünüzü enerjili hiss edəcəksiniz və hətta ağır iş yükü altında belə yorğunluq hiss etməyəcəksiniz. Biznes 5, sevgi 5. Xərçəng bürcü, əgər son vaxtlar darıxırsınızsa və ya istedadlarınızdan istifadə etməyin yolunu tapmaqda çətinlik çəkirsinizsə, bugün bunu dəyişdirə bilər. Həqiqətən maraqlı bir şeylə məşğul olmaq üçün fürsət yaranacaq. Gözlənilməz çətinliklərə yaradıcı yanaşsanız, karyeranızı inkişaf etdirməyə və ya yeni bir sahədə uğur qazanmağa kömək edəcək insanlar tərəfindən fərq ediləcək. Canlı, unikal insanlarla qarşılaşacaqsınız. İlk baxışdan aşiq olmamağa çalışın. Yeni tanışınızı tanımaq və düzgün təəssürat yaratmaq üçün biraz vaxt lazım olacaq. Uzun müddətdir sevdiyi insanla birlikdə olan xərçənglər üçün bugün yaxşı olacaq. Çünki mənzərənin dəyişməsi adi işlərindən fəsilə və yenilənmiş mənsubiyyət hissi təqdim edəcək. Pul axını mümkündür. Çox güman ki, kifayət qədər kiçik bir məbləğ olacaq. Lakin bunu ağıllı şəkildə idarə edəcəksiniz. Ağıllı bir alış-veriş edin və ya tezliklə mənfəət gətirəcək bir layihəyə investisiya qoyun. Şir bürcü, tələsməyin. İndi düşüncəli, ehtiyatlı və şuurlu şəkildə hərəkət etmək, yaranan imkanları tədricən qiymətləndirmək və hətta biraz şübhəli görünən təklifləri rədd etmək vacibdir. İstənilən maliyyə təşəbbüsünü qiymətləndirərkən etibarlılıq əsas meyar olmalıdır. Xüsusilə də kredit tələb edirsə, alış-verişdə tələsməyin. Öz pulunuzu kiməsə, hətta qısa müddətə belə borc vermək də arzu olunmazdır.
Dostlarınız sizi şen ve şen, daim özünüzü eğlendirmek için yeni yollar tapan bir insan kimi görmeye öğreşipler. Buna göre de ciddiliğinizden biraz teəccüblənebilərlər. Amma bugün vacip meselelerin həllinə dikkat yetirmelisiniz. Mesuliyet ve balanslı yanaşma, veziyetten çıkmaya ve utanç verici seflerden kaçınmaya kömek edecek. Günün ikinci yarısı sevdiğiniz insanla vacip söhbet için eyledir. Eğer bir müddettir planlarınızı müzakere etmek niyetindesinizse, indi tam zamandır. Razılığa gelmek gözlediğinizden daha asan olacak. Kız bürcü. Ehtiyatlı olun. Bu en asan gün değil ve tələsik hərəkətlərdən çekinmek en yaxşısıdır. Mümkünse yeni, tehlikeli veya riskli bir şey etmekten çekinin. Vacip senedleri imzalamaktan veya yeni layihəlere başlamaktan çekinin ve cari işlerinize dikkat yetirin. Birçok kız bürcü için rahat bir tətil ve hoş bir yere baş çekmek faydalı olacak. Buna göre de dostlar sizi bir yere davet etseler, imtina etmeyin. Bütün teşkilati meseleleri üzerinize götürmeyin. Siz ise eğlenceli ve rahatlatıcı bir şey taparken bu işleri başkasına havale edin. En yakın insanlarla ümsiyet kurarken indi nezaket nümayiş ettirmek hususiyle vaciptir. Hatta en nezaketli şerfleriniz bile sef başa düşüle ve tehkiramiz görünebilir. Unutmayın ki bugün müzakere olunan meselelere defelerle qayıdacaksınız ve son karar vermekte ısrar etmemelisiniz. Terazi bürcü, gün istediğinizden biraz daha çetin geçebilir. Bu yalnız hadiselerin özüyle bağlı değil, hem de onlara münasibətinizlə bağlıdır. Birçok şey vacip görünecek ve hatta en təsirli tərəzilər belə kiçik uğursuzluqlardan ciddi şekilde məyus ola bilərlər. Hər hansı bir bədbəxt hadisədən qorunmağa çalışmaq, həyəcan verici fürsətləri əldən verməyinizə səbəb ola bilər. Buna görə də ağlabatan ehtiyatlılıq və ehtiyatsız cəsarət arasında xoşbəxt bir orta tapmalısınız. Yaxınlarımızla fikir ayrılıqları mümkündür və bəzi tərəzilər yaşlı qohumları ilə yola getməkdə çətinlik çəkəcəklər. Vacib qərarları müstəqil şəkildə vermək hüququnuzu sakitcə müdafiə etməyə hazır olun. Təbii diplomatiyanız və güzəştə getmək qabiliyyətiniz münaqişələrdən qaçınmanıza kömək edəcək. Xüsusilə yanvar ayının ilk günləri çox gərgin keçibsə və istirahətdən biraz yorğunluq hiss edirsinizsə, sağlamlığınıza diqqət yetirməyə dəyər. İndi bədəninizin gücünü sınamağın vaxtı deyil, amma daha rahat rejimə və ya sağlam qidalanmaya keçmək faydalı olardı. Əqrəb bürcü. Dəyişikliklərin yaxınlaşdığını hiss edəcək və onlara hazırlaşmağa başlayacaqsınız. Təəssüf ki, məlumat çatışmazlığı seçimlərinizi bir qədər məhdudlaşdıracaq və intuisiyanız istədiyiniz qədər kəskin olmayacaq. Danışıqlar apara və gələcək üçün planlar qura bilərsiniz. Amma konkret qərarlar qəbul etmək və ya nəyəsə sadiq qalmaq üçün hələ tezdir. Əqrəblərin çoxu, heç olmasa gələcək fəaliyyətləri üçün ümumi bir istiqamət müəyyən etmək üçün məqsədlərini və prioritetlərini yenidən qiymətləndirmək ehtiyacı hiss edəcəklər. Unutmayın ki, hər şey yalnız sizdən asılı deyil və özünüzdən qeyri-mümkün olanı tələb etməyin. Yeri gəlmişkən, uzun müddətdir dostlarınız və ya sizi yaxşı tanıyan digər insanlarla məsləhətləşmək yaxşı bir fikir ola bilər. Ailə münasibətləri ahəngdar olacaq. Qohumlarınızla heç bir fikir ayrılığı yaşamayacaqsınız. Sülhsevər, problemləri yoluna qoymağa hazır, lazımi güzəştlərə getməyə hazır və ehtiyacı olanlara dəstək olmağa hazır olacaqsınız. Sevdiyiniz insan isə sizi xoş bir sürprizlə təəccübləndirəcək. Ağatan bürcü, gün çox əlverişli olacaq. Vacib məqsədlərə çatmaq və ən çox dəyər verdiyiniz tapşırıqları yerinə yetirmə imkanınız olacaq. Ulduzlar sizin tərəfinizdə olacağı və əlverişli şərait yaradacağı üçün bu az səy tələb edəcək. Qeyri-müəyyən vəziyyətlərdə intuisiyanıza güvənin. Onun rəhbərliyi düzgün hərəkət istiqamətini seçməyə və pis niyyətli insanların tələsinə düşməməyə kömək edəcək. Həmçinin yaxınlarınızla ünsiyyətdə səhvlərdən qaçınmanıza, səhv sözlər deməməyinizə və dəyər verdiyiniz insanlara zərər verə biləcək hər hansı bir şey etməməyinizə kömək edəcək. Bir çox ox atanlar təşəbbüsü erkən ələ aldıqları üçün şəxsi həyatlarında müsbət dəyişikliklər yaşayacaqlar. Xüsusilə də mənfəət vəd edirsə, yeni layihələrə başlamaqdan çəkinməyin. Bir gecədə varlanmasanız belə, açıq desək, bu ehtimal ki azdır. Maddi vəziyyətiniz bir qədər yaxşılaşacaq və ya yaxın gələcəkdə gəlirinizi artırmaq üçün nə etməli olduğunuzu dəqiq başa düşəcəksiniz. Oğlaq bürcü, sizi çox uğurlu bir gün gözləyir.
Vəziyyət əlverişli olacaq və bundan vacib işləri tamamlamaq və suallarınıza cavab almaq üçün istifadə edəcəksiniz. Uzun müddətdir görüşmək şansınız olmayan insanlar bu dəfə təşəbbüs göstərəcək və onlarla həm ümumi məsələləri, həm də bir çox vacib məsələləri müzakirə edə biləcəksiniz. Köhnə əlaqələri bərpa etmək qərarına gələn oğlaqlar çox səy göstərməli olmayacaqlar. Uzun müddətli planlar qurmamaq daha yaxşıdır. Tezliklə onları dəyişdirməyə məcbur edəcək vacib məlumatlar alacaqsınız. Bununla belə, cari işlər ilə bağlı qərarlar qəbul edə bilərsiniz və verməlisiniz. Diqqətinizin yayınması ehtimalı azdır, ona görə də planlaşdırdığınız hər şeyi yerinə yetirmək üçün vaxtınız olacaq. Gün ünsiyyət, görüşlər və romantik münasibətlərin başlanğıcı üçün əlverişlidir. Yeni tanışlıq təəssüratı yarada və ilk baxışdan onların diqqətinizə və sevginizə layiq olub-olmadığını anlaya biləcəksiniz. Uzun müddətdir birlikdə olanlar da xoşagəlməz sürprizlərdən qorxmamalıdırlar. Heç nə ortaq məxrəc tapmanıza mane olmayacaq və birlikdə keçirdiyiniz vaxt bol müsbət emosiyalar gətirəcək. Dolça bürcü, günü əla əhval-ruhiyyədə keçirəcəksiniz və ilk yarıda yarana biləcək kiçik çətinliklər və anlaşılmazlıqlar sizi narahat etməyəcək. Lakin ən enerjili dolça bürcləri, əgər ümidsiz bir layihəyə başlamazdan əvvəl kiminləsə məsləhətləşməsələr, çoxlu enerji sərf etmək riski daşıyırlar. Lakin hətta bu bürcün nümayəndələri belə məyus olmayacaqlar, çünki dəyərli təcrübə qazanacaq və çox şey öyrənəcəklər. Bəzi dolça bürcləri keçmişi düşünməkdən və hərəkətlərini təhlil etməkdən faydalanacaqlar. Bu onlara gələcəkdə eyni səhvləri təkrarlamamaq üçün necə davranmalı olduqlarını anlamağa kömək edəcək. Bununla belə, özünü tənqidlə məşğul olmamaq vacibdir. Özünüzə qarşı mehriban olun, bu sizə müsbət münasibət bəsləməyə və yeni çətinliklərin öhdəsindən həvəslə gəlməyə kömək edəcək. Uzaqdan xoş xəbərlər alacaqsınız. Səfərlərə və ya köçməyə hazırlaşa, yaxud da həyatınızdakı mühüm dəyişikliklərlə, məsələn, toyla bağlı tədbirlər planlaşdıra bilərsiniz. Bugün adi sərhədlərdən kənara çıxmaqdan qorxmayanlara ilham və sevinc gətirəcək. Balıqlar bürcü, gün xüsusən də məqsədlərə tez çatmağa və istənilən nəticələri əldə etməyə öyrəşmiş olanlar üçün çətin olacaq. Məqsədlərinizə çatmaq üçün dəfələrlə səy göstərməli olacaqsınız. Amma ən israrlı balıqlar mütləq məqsədlərinə çatacaqlar. Yeni tanışlıqlar onlara məqsədlərinə çatmağa kömək edə bilər. Onlar bu bürcün ehtirası və həvəsindən, eləcə də istənilən problemi, hətta adi problemləri belə yaradıcı şəkildə həll etmək qabiliyyətindən çox təsirlənəcəklər. Bəzi gənc balıqlar rəqiblərini və pis niyyətli insanları qiymətləndirməməyə meyilli olacaqlar. Bu, xüsusilə də vacib bir işə başlasanız və ona çatmaq üçün çox şey qurban verməyə hazırsınızsa, olduqca təhlükəli ola bilər. Yolunuzda maneələrin yaranma ehtimalına və işlərin planlaşdırıldığı kimi getməməsinə əvvəlcədən hazırlaşmaq yaxşıdır. Sevdiklərinizlə ünsiyyət qurarkən nəzakət vacibdir. Şərhləriniz həmişə konstruktiv olsa da, həmişə uyğun olmasa da, sevdiklərinizi bilərəkdən incidə bilər. Səbir və əzmkarlıq şübhəsiz ki, öz bəhrəsini verəcək və başqalarının hisslərini nəzərə almaq, gərgin anların qarşısını almağa kömək edəcək.